Salamlar dəyərli izləyicilərimiz. Bugün biz çox ciddi bir mövzu haqqında danışacağıq. Göz travmaları və onların fəsadları. Uşaq yaşlarında müxtəlif oyunlar zamanı və yaxud da hər hansı bir içkiləri açarkən onların qapaqları, məişətdə baş verən avtoqəzalar və yaxud da iş yerlərində baş verən qəzalar nəticəsində gözlərimizdə müxtəlif travmalar yarana bilər. Bu zaman göz qapaqlarımız və gözün daxili qışaları zədələnə bilər. Əgər hər hansı bir travmadan sonra gözünüzdə görmənin anidən itməsi baş verirsə, deməli bu gözün arxa qışası, torluq qışasının zədələnməsi, görməsinin zədələnməsi və yaxud da gözümüzün billurunun bulanması nəticəsində yarana bilər. İstənilən halda əgər travma varsa, həm göz qapaqları, həm də gözün daxili qışaları diqqətlə araşdırılmalı, müayinə olunmalıdır. Göz qapaqlarında hər hansı bir kəsilmiş, cırılmış yaralar varsa, onlar cərrahi işlənilməlidir və göz həkiminə çatana kimi steril sarğı qoyulmalıdır. Daha sonra daxili qatlar araşdırıldıqdan sonra əgər cərrahiyə ehtiyac varsa, cərrahi əməliyyatlar dərhal icra olunmalıdır. Bir sıra hallarda travmalar nəticəsində göz dibində torluq qışanın qopması baş verə bilər və bu hal dərhal aradan qaldırılmazsa, hətta korluqla nəticələnə bilər. Bir sıra göz travmaları lokalizasiya olaraq göz yaşı kanalına yaxın olduqda, yəni gözün daxili, belə deyim, bucağında olduqda bu yaralanmalar mütləq göz cərrahları tərəfindən işlənilməlidir. Belə ki, həmin hissədə göz yaşı burun kanalı keçir və əgər həmin hissənin anatomik quruluşu pozularsa, gələcəkdə ciddi fəsadlar baş verə bilər. Bu baxımından göz travmaları zamanı yarana biləcək fəsadların qarşısını almaq üçün dərhal göz həkiminə müraciət olunmalıdır. Bu və digər mövzular haqqında videolarımız davam edəcəkdir. Gözünüz bizdə olsun.